Teşekkür Bugün bilinç tortu hazırlayırıq. Hansı ki, hər kəsin etməyə çalışıb, hər kəsin gəlib alan biz bir-birimizə necə alacaq, heç var yapamamışıq. Amma hər kəsin pişirdiyi tortdur. Mən bunun dietik olanı yemişdim. Çox tatlı tortdur, mükəmməldir. Yoxlar görə bizə necə aldı? Niyə elə pişirməyək? Hər şey bacarırıq, bunu sübut eləməyə zaten. Bəli, əvvəlki videolara baxdınız, görərsiniz ki. Nələr bacarmışıq. İngredientləri sayaq, ingredientləri. Demək, 3 dənə yumurtadır. 1 litr qaymaq verir da, səhv eləmirəmsə, maye qaymaq. Süddür, haradasa 1 stəkan yarım lazımdır bizə. Sıxışonkadır, qatlaşdırılmış süd. Yağdır, 200 qramdır. Qabartma lazım deyil qoymuşuq. Bunu və su lazım olacaq. Hə, badəmi seçdim, həmişə yanımızdadır, alqaşdan nəfsdən. Tərəzimiz bu arada burada nəsə lazım olsa buradan ölçələr. Hər şey okey, hər şeyimiz var. And olallah, buna nəsə olar. Allah'ın cezası. Qiymət heç nə deyil. Şəhzadələrdən hər kəsə salam. Necəsiz şəhzadələrin möhtəşəm şefləri? Kənan bəy, necəsiz? Sizi gördüm, möhtəşəm olun. Siz necəsiz? Bugün yaxşıyıq, bugün enerjiklik çünki axşam çox mükəmməl bir aktivitemiz var. Və aktivitəni sevirik. Məsələn, nədir? Bakıda yeni bir məkan açılıb, ora gedirik. Adını çəkmirik, reklam olmasın deyə. Amma burada sizin reklamınız ola bilər. Burada sizin reklamınız ola bilər. Bəli. O zaman demək olar ki, bu enerjiniz məkana gedəcəyiniz üçündür. Düşünürəm mən. Ümumiyyətlə, məndə belə bir şey var. Ümumən məndə bu var. Yox ki, bunu da açım ilk dəfə. Mən gələcəkdə olan nələrisə fikirləşib, yaxşı bir şeydirsə bu təbii ki, bilirəm ki, əminəm ki, olacaq. Ona görə həmişə keyfimi kök tutmağa çalışmışam. Halbuki o baş verəcək hadisə 5 ay sonra da bilər, 2 ay sonra da ola bilər. O hadisəyə görə nə bir hadisələr baş verir, həmişə içimdə özümü fərah hiss eləməyə çalışmışam. Nə bir hadisələr baş verir, yox. Yox, işdə belə bir şey səndə. Niyə belə eləsən? Çox mükəmməl bir şey baş verəcək və sən nəsə keyfin pozulur, o ayağa gəlir, keyfin düzəlir. Təbii ki, olur, niyə olmasın? Özünə motivasiya edirsən, bir tık belə desək. Hə. Bizi də motivasiya edən izləyicilərimizdir, dəstəkləri ilə, like'ları ilə. Bu arada yorumlarınızı görürük inşallah, çox təşəkkür edirik. Bəli. Hər kəsə cavab yaza bilməsək də, inanın ki, hər birini oxuyuruq. Sadəcə həqiqətən öz həyatımızdakı iş, bu iş, başqa layihələr, Universitetimiz var. hələ universitetdən danışmıram. Çatdırmağa çalışırıq və indi saat 11-dir demək olar. Yarım saata bitirir. Biz niyə görürük? Buna görə də şəhzadələr zəhmət olmasa Bu arada yorum Instagramda falan takip çox edin. yazın. Həqiqətən yorumları oxumaq bizə xoşdur. Və video izlənmələrinə görə like'ların çox aşağı olduğunu görürük. Gəl. Abunə olmağı da unutmuruq. Davam edirik, nə edirik birinci? Birinci Murad Doğrudan mən xəbər birinci hazırlanmalıdır. Mən də krem hazırladım. Hətta bu dəfə xəmiri Murad Murad hazır. eləyəcək. Dəfə göz açıb eləyəcək. Birinci. Maraqlıdır. Görsən necə olacaq. Bu arada o birisi videoda sual vermişdim Elvinə. Ancaq Elvin cavablayıb və videonu izlədim. Məncə çox haqsız cavablar verir orada. Mənə qarşı əsasən. Mən dinləməliyəm qarşı tərəfdən də. Sualımız hansı sualdır onu deyək. Milanla bağlı bir səyahətləri olub və Elvin orada bir-iki fikir səsləndirmişdi ki, məncə baxanlar artıq bilir hansı fikirlər deyirəm. Mənə Muradın da fikirləri maraqlıdır bununla bağlı və dinləmək istəyərdik. Murad, Elvin işini bitirdiyinə görə sualını cavablandıra bilərsən. Bir daha təkrar edək. Milanda nələr yaşanır? Yerinə keçə bilərəm bura çox. Elvin nəyi səhv dedi, nəyi eksik dedi? Maraqlıdır bizə cavab. Düşünürəm ki, biz işçiliyi və həddimizi açdıq. O deyil ki, yəni hər kəsin ağlına gəlməsin ki, bir-birimizə səhv şeylər dedik. Elə yox. Hərəkətləri biraz xoşuma gəlmədi. Çünki Elvinin oradakı baxışda. həqiqətən, yəni mənə görə hərəkətlər İkinci bir İtaliya vakası gəlir. Başlamadan bitir. xoşuma gəldi. İnsanlarla davranışı, tanımadığı insanlara qoyduğu hörməti falan. İrqi ayrı seçkilik.
Yox, yəni elə də deyil. Bu bir zaten. Bəlkə də elədir, bilmirəm. Necə adlandırmaq lazımdır bunu mən danışmayayım. Elvin belə bir fikir səsləndirdi ki, Mumu, küsərkən ya da dalaşarkən ilk addımı həmişə Murad atır. Bu düzgün bir fikirdir, yoxsa biraz abartıb? Bundadır o. Yəni bütün küsür zamanlarda sən. Yox, məsələn bilsən necədir? Mən Dədə baba üsulu ilə Elvin. Mən ortaq yol tapmağa çalışan olmuşam və əgər qarşımdakı insan həqiqətən mənə əzizdirsə, heç düşünmürəm ilk addımı mən atmaq üçün. Ən necə deyim, uyğun anda o addımı özüm atıram. Yolda zaten evə gedəcəyimiz müddətdə bir-birimizi danışdırmadı. Sadəcə bir şey düşünürdüm ki, bu küslük əgər sabaha qədər davam etsə, çünki sabah bizim club fikirlərimiz var idi, shopping fikirlərimiz var idi, çünki son günümüz idi. Əgər alınmasaydı, yəni hər şey yoluna verilməsəydi, planlar çox olacaqdı, tək alma pis olurdu. Elvin zad vecimə olmuyor. Barışacağımızı əlbəttə bilirdim, çünki küslüyümüz tema çox boş temadır və özümüzə səhv şeylər dedik. O da bildi, mən də dedim. İkimiz də səhv idik. Evə gəldik və biraz oturduq, hamısı 20 dəqiqə, 25 dəqiqə. Sonra mən dedim ki, tamam, okey, duraq danışılar, səhv. Mən bunu əvvəlki videomuzda da demişdim, əsas olan nəticədir və hal-hazırda yan-bayansınız. Yox, bu çox önəmli bir orada şeydir. gördüyünüz bu arada fraqman idi. Yəni Azərbaycanda bunun daha betərləri yaşanıb. Mən yerdə sürdüyü vaxtlar var, mən boydadım. Hətta yadıma gəlir, layihənin ilk alış-veriş günündə də belə bir hal yaşamışdı. Amma hər şey çox mükəmməl oldu və tatlı. Gecikmələrdir də. Bax, səhər mənə saat 8-də durmuşsan, halbuki saat 10-un yarısına bunu qurmuşam ki, özüm duracaqlar. Yoxma haram qalır. Bəzi kirayə götürdüyümüz, istifadə etdiyimiz aparatlar var. Onları götürmüşsən. Deyirəm, dünəndən götürmüşəm də halbuki. Nəysə, tələb-tələsi saat 11-12-in yarısında olmuşam 28 malın yarısı. Haradasan, hələ evdən çıxmıyım. Dəli olmayım, neyim? Bu insan mənə səhərdə, neyinirsən, saçımı quruduram. Mən çinməyib gəlmişəm ki, halbuki hər səhər mütləq çinməliyim. Uşaqlardan, uşaqlardan çıxsan, özümdən iyrənir. Təmiz oluram, yenə deyirəm, şəxsi bir. Bilənlər bilir təmiz olduğunu. Nəysə, biraz ona görə əsəbləşmişdim. Bəzi aparatları gətirməmişdim, ona əsəbləşmişdim. Halbuki bir həftə əvvəldən tapışmışdım. Amma Bəs belə bir şey var ki, sizcə də dostluqları möhkəmləndirən belə atışmalar deyil. Yəni hər şey düz getsə və heç bir atışma olmasa, sizcə bu nə dərəcədə dostluq? İstər ailə olsun, istər dostluq olsun, istər münasibət olsun, istər sevgili olsun. Yəni, istərsiniz yaranlı münaqişələr, sadəcə bu münaqişələrin baş tutmaq teması var da. Onu başa düşüb addım atmaq, böyüklük göstərmək, bunlar çox önəmli şeylərdir. Həmişə, Murad həmişə addım atıb böyüklüyüm. Ona görə Muradan ayrıca dəyər verəcəm o bir dostlarına. o bir dostlarım, Murad. Ayrı dostlar. Mən burada cındır çıxdım, nəyəsə? Dostum var şu anda. Mən burada cındır çıxdım. Sən ayrı dost, sən ayrısın da. Qəlbim qırıldı, son iş günündür. Gələcək Instagram hesabımızı görəcəksiniz videoda. Takip atmağı, yorum yazmağı, like etməyi unutmuruq və ən əsası isə abunə oluruq ki, gələcəkdə daha yaxşı videolar qarşınıza çıxsın. Necə keçirdiniz Novruz bayramını? Və Ramazan bayramını, iki bayram bir arada qeyd elədik. Yine video çəkildik. Ramazanda yox. Hədə Ramazanda üstə çıxmışdı zaten. Birincisi bizdəydiniz. Hə, evimizin Muraşgildə idi birinci. Sonra getdik Kəmangilə. Oradan çıxdıq şəhərə. Yox, əsas nöqtəni deyək, ondan qabaq layihəmizin alış-verişini elədik, bayram keçirmədik. Sədərə işlədik. Səhər saat onun işləmişinə sədərdə təsəvvür. Onu işləmiş girmişik saat 5. Orada uşaqlar, Sədərək həqiqətən adı qalıb. Sədərək məhəllə dükanlarından belə qat-qat vardı. Məhəllə dükanları da oradan ala bilmirəm. Bəlkə də biz səhvlərə getmişdik. Bəlkə də bizə səhv qiymət deyirdilər. Bu arada bu şeylə çox qarşılaşdı. Biri 4 manat, məsələn bilməmsə. Biri 4.50. Biri 5 manat.
Məsələn deyirəm də, adətən bu iki dənə mübahisələr var, belə aladı iki dəfə. Bir az, bir çox. Yəni, ucuz verəysə o yerdən almıram da. Yəni, düzgün vereyim, xahiş edirəm, satıcılar. Bir də geyimə baxıb qiymət qoyanlar da olur. Nə bilim. Ümumiyyətlə, bayramlar ildən ilə yavaş-yavaş unutulmağa çalışır, ya unutulur mu, qəsdən olur, qəstsiz olur, bilmirəm. Amma bayrama havasına girə bilmirəm də, yəni o situasiyaya girə bilmirəm, çətinliyi çəkmirəm. Əvvəl hər şeyə həvəsliydim, yumurta boyuyordum, nə bilim, səməni gedib alırdım, səmənini özüm düzəldirdim evdə, marla falan alırdım evdə falan, yəni. O qədər həvəsliydim. Qızın adı qızda həvəs edir. Yox, həqiqətən, ala bilərdim də, yəni. 3-4 manat da var, ən qəşəngi. Səməni 8 manat pul verdim. Allah. Biz mən taxta kəsirdim bu formasında. Ondan çox qəşəng səməni düzəltmişdim. Çox qəşəng. Bəs Murad, belə bir sual verim. Səncə təkcə bayramlar da unutulan, yoxsa adət-ənənələrimiz də unudulur zamanla? Yox, adət-ənənələri xatırlayıram əlbəttə ki. Yox, təkcə səni demirəm. Məsələn, deyirsən, mən də çox razıyam. Bayramda bu ilki bayram o deyil. Hə, məsələn, uşaqlarda bunu gördüm. Genzilərdə, yəni 2008-2009-dan sonraki uşaqlar papaq atmağın qaydasını bilmirlər məsələn. Papaq atılar yanında qapını qapaqdır. Elə olur. Ya da arxasında. Bir gizlənməlisən. Bu da arada eləyirdi. Bu arada uşaqlar, əvvəlki kimi papaq atanda açılan qapıların sayı çox-çox azalır. Bu da xoşuma gəlməlidir. Yəni, bayramdır. Özümüz də yoxlardır. Yəni, bizim qapımızda atmalarımız çox normaldır. Normal qarşılayıram, amma uşaqların da başına gəlirdi bu. Düşünürəm bu qəlbimizə situasiyadır. Elə mi belə? Sən zaten sizin olaraq qoyduğunu seçsəydin. Məqsəd sizin qapını açıb, deyib bilməyiniz. Məsələn, bir dənə konfet ilə qoyursunuz, o uşaq xoş qapı olur ondan. Amma açmaq daha aydın nəinki, açıq bir dənə konfet qoymaq da. Yəni, heç kim açlıqdan atmır, tapar. Amma əyliniz yazır ki, atır, deyib bilmə atır. Yəni, bu da normal bir adı nənəsini düşünürəm. Normalımızda normal nə tapaq atmaqdır. Qapı tutmaqdır. Qapı tutmaq okey də, yəni zamanla məncə unudulan bir hadisədir. Amma biz vlog üçün prosta 10 dənə qapıya papaq atdıq. 3-ü demək olar açdıq qapını. Biri çox qoydu, biri 2 dənə fındıq qoydu, biri alma qoydu, yəni meyvə falan. Res yüzümüzü açmadı. Yəni kimləri astı bağladı. Okey. Amma məqsəd açmaqdır. Yəni nə bilim. Hə. Şuraları yenidən salam. Birinci reseptində bir problem yaşandı. Çünki 3-4 dəfə yoxladıq, yapışmadı. Hətta birində yandı, tavanı dəyişmək məcburiyyətində qaldı. Əslində tavamız birinci tavası niyə olunmadı? Səncə niyə olmadı? Məncə tavanın birinci tavası deyil. Bayaqdan buradan nələr gedir uşaqlar, biz onu kadra almadıq. Amma problem unundaymış. Çünki orada deyir ki, bir stəkan yarım un tökün. Biz rahat bir 2 stəkan yarım tökmüşük. Rahat. Biz mi, sən mi? Yəni Elvinin məncə burada günahı yoxdur. Yox da, mənim də günahım yoxdur. Çünki bu resepti mən internetdən götürmüşəm. Balam, bu jürdədə təndirə. Gəncə, şokoladlı tortma, meyvəli tortma, hansını daha çox sevirsiniz? Meyvəli. Çox sevirəm. Birincilikdə daxildir bura böyük ehtimal. Meyvəli edir. Önce burada biz sevirik. Çox səbirsizliklə gözləyirəm, çünki birincilikdə mənim ən çox sevdiyim tortlardan biridir. Və düşünürəm ki, əllərinizdən mükəmməl olacaq. Necə ki, diğərlərini mükəmməl hazırlamışsınız. Bəli? Niyyətim sizə yaxşılanır. Yox, məncə hər adam hazırlaya bilmir. Səliqəsi olsun, içli olsun. Amma haqlısan. Sən bura nə qabiliyyəti yoxdur. Nə düşünürsünüz gələn yorumlar haqqında? Görürsünüz ki, tənqid edənlər də var, bəyənənlər də var. Tənqid edənlər. Səbəb demirlər. Videoyla məlumat şeyləri yazanlar da var, videoyla əlaqəsi olmuyor. Doğrudan çıxarlar, öz səhifələrindən yazırlar, yəni utanmırsınız. Utanıram. Və biz silir yollaşaq, siz görmüşsünüz. Gördüm ya da görüş çatdırırıq ya, yox. Bəzən olur ki, 1 saat keçirəm yorumların üstündən. Yəni, rəqsənədən ilhamlanıb bu videoları çəkirik biz. Buradan salamlar. Rəqsənədən fanatı var arxamızda, Aysun'dan rəqsənədən, ayrı Yox, mən fanatlar deyiləm, Gəncə. Amma sevdiyim axları var. Aysun özü, ay Allah.
Yox, mən Rəqsanəyə çox baxmaq istəyirəm. Rəqsanəyə çox xoşum mahnıları var. Niyə? Son mahnısını çox bəyəndim, niyə bilmirəm. Bir vəfa 2. Yox, heç bəyənmədim. Mən də bəyənmədim. Heç deyil, bir vəfa 1. Niyə olmuş uşaqlar? Rəqsanəyə heç əməkçi arası ad verdilər, onu da bilmirəm. Bilmirəm. Bilmirəm, onu deyil. Niyə bilmirəm, onu bilmirəm. Gənclər, sizə belə bir sualım var. Deyirlər ki, yaxşı aşpazda kişilər olur. Sizcə bu nə dərəcədə düzgün bir fikirdir və nə dərəcədə bundan razısınız və razı deyilsiniz? Fariz nümunəsi qabağımızda. Əsla razı deyiləm. Hər nə qədər kişi çox bir şey yoxsa da, bir xanım əl ləzzətliyinə şey var, mən çox inanıram. Hər nə qədər kişi çox bir şey aşpaz ola bilər, çox şey yemək pişirə bilər, amma bu o demək deyil ki, mətbəxdə ən yaxşı aşpazlar kişilərdir, əsla bu fikirə razı deyiləm. İstisnar olan da bəzi kişilər qəşəng yemək pişirə bilər, amma bu da ona imkan yaratmır ki, deyil və sual verəsən ki, ən yaxşı aşpaz kişilərdir. Bu söz el arasında yayılır, mənlik deyil. Xeyr, xanımların pişirdiyi yemək, pişirdiyi hər şey məncə çox ləzzətli olur, nəyə ki kişilər. Bəyənirəm hamı, yəni indiki dövrdə deməm, bütün şəhərdə aşpazların hamısı kişi aşpazlardır. Amma bu düşünürəm ki, bizim mentalitetə görə elə ki, xanımlar zaten çox işləmir bizim xanımlar. Bəylər qoyulur da belə deyək. Ona görə də bəylər özləri işləyirlər, istər aşpaz olur. Ya da uşaq vaxtı əllərindən alınır. Uşaq olursa, uşağa baxmalısan, evdə oturmalısan, nə deyək düzgün bilmirəm. Amma bəzi xanımlar artıq demişim, bəzi xanımlar var ki, mən çox sevirəm ki, özləri işləyib, özləri qazanmalı, heç kimin asılı deyilər. Nəyə ki, bu xanım aiddir, bu hər bir kəsə aiddir ki, öz işləyib, öz qazanmalıdır ki, heç kimin asılı olmamalıdır. Xüsusən də evdə olan xanımlar və bəylər. Murat, sən nə düşünürsən bu haqda? Bu mövzu qarışıqdır. Sırf aşpazlıq mövzusunda mən kişilərin tərəfdarıyam. Çünki çox qəşəng qabiliyyətli aşpazlarımız var xaricdə, yerli olsunlar. Bizim adi kafelərdə belə mənim yediyim kabab və lülələrin dadını ən bahalı mənəm deyən restoranlarda dadını ala bilməmişəm. Əsla, yəni kebabdan heç aşpaz olmur. Yox, məsələn dedim bu, yəni kebabdan getmişsək belə əlbəttə ki, Avropa mətbəxi var, nə bilim, fransız mətbəxi var falan. Şərt o deyil ki, hər aşpaz o mətbəxləri bilməlidir. Yəni, bizim öz yerli mətbəximizin də cürbəcür yeməkləri var. Mən düşünürəm, sırf aşpazlıq mövzusunda oğlanlar bir tip üstəliyir qadınları. Sadəcə, indiki dövr bizim millətdə elə bir şey ki, bəylər ön plandadılar, çünki xanımlara qoyumlarında bir sosial şəbəkə istifadə eləsin, internetə girsin, yəni belə şeylərdən, ona görə bəylər daha ön planda edilir. Hamı düşünür ki, bəylərdir, hər yaxşı aşpazlar deyə bəylər işləyir hər yerdə, əsla belə deyil. Yəni, xanımların uğurlu qazandığı, məsələn, bu dəqiqə bank sektorunda mühasibat şöbəsi olsun, filial müdürü olsun və ya digər sahələrdə qadınların ön planda olduğunu görürəm və bu mənə həqiqətən çox xoş təsir göstərir, qənaət bəxş göstərir. Çünki 10 il əvvəl bu belə deyildi. Uşaqlar demək olar, bilinçliklərimiz hazırdır, son 1-2 xəmirlik qalıb. Kamera zaryadkası çox azdır. Biz onu zaryadkaya qoyacağıq və bu müddətdə tortu düzəltməyə çalışacağıq. Siz o müddətləri görməyəcəksiniz, aralıqları, amma tortun yekun formasını, bağlanış videosunu birazdan görəcəksiniz. Nəsə əlavə eləmək istəyirsiniz? Son bir sual verim, maraqlı gəldik. Gender bərabərliyindən getdiksə bu sualı da əlavə eləməliyəm. Ev işləri. Ev işlərində xanımlar və bəylər bərabər iş görməlidirmi, yoxsa ayrı-ayrı-mı? Nə düşünürsünüz bu haqda? Bir də, hər ki işləyirsə həm xanım, həm bəy, bu ev işi də əldə edib bölünməlidir. İstər restoranın olsun, istər qabimizdə yemək pişirmək. Yox, əgər bəy işləyirsə, bütün gün səhər tez baxışan gəlirsə, xanım evdə olursa bütün gün, məncə xanım görməlidir. Çünki bəy çöldə işləyir, xanım evdə. Bəs xanım işləyirsə, bəy evdə oturursa? Qatılmıram, çox səhvsən. Bu nə sual? Sən elə bir 200 il əvvəl bir adam gəlib mənə şey deyir, elə söhbət yox. Kim işlədi, işləmədi, işləməkdən asılı olmayaraq. Yəni kişi işləyib, qadın da evində işləyib. Həqiq var ki. Evdə işləyir, qadın evdə işləyir. Sən evdə qab yudun, öldün qutabı, yəni 2-3 dənə qab yudunsan, yəni öldün bitdi. Mənim çöldə işləyəm, gələm evdə işləyəm. Sən düşünürsən ki, bəy də işləyirsə, xanım da işləmədi, qadın işlədi, işləmədi, hər bir vəziyyətdə
Əsla. Qadını bir-birinə kömək eləməli. Mən düşünürəm ki, bu videomuz çox linç yeyəcək xanımlar tərəfindən, amma bloklandın. Və niyə bloklandın? Çünki mən də Elvin kimi düşünürəm. Bu deyir ki, evdə xanımdır, kişi hər gün işləyib, gəlib xanım pişirmək, xanım şey eləməli. Yəni, Başa düşdüm də, deyirəm ki, onun fərqi yoxdur da. Xanım da ev işləri görür, axşam bir iş var, onu görə bilmir, amma kişi də işləyib gəlib, kişi o işi görməlidir də. Yəni deməsin ki, sən döyünəmsən, Allah beş eləməyib bu arada, keyfi yoxdur. Yox, bloklanmadın. Çağır yerindən gəldik, Zeytka yığıb kameramız. Kameramız yığıb. Zeytkası var. Var. Teşekkür. Amma 2 dəqiqə. Uşaqlar alındıra bildiyi bilinçki, düzdür biraz qalınçı var, amma yəni bizdən maksimum bu gəlir. İlk dəfə yoxlayırıq, normaldır düşünürəm. Düzəltməyə çalışırıq yavaş-yavaş. Əgər Kənan, sənin sualların varsa, sevə-sevə cavablaya bilərik. Az öncə məncə yarımçıq qalmadıq suallarımızla bağlı, səhv eləmirəmsə, düzdür? Məncə yox. Aha, onda belə bir sual verin. Elə bir vəzifə varmı ki, sizcə o vəzifələrdə qadın çalışmamalıdır və ya kişi çalışmamalıdır? Fikirləriniz maraqlıdır. Fərqli olaraq qadın fərqli işləyə bilməsin. Aha, fiziki güc olaraq, məsələn, bu yaxşı cavab. Fiziki güclərdən qatılıram evinə. Yəni, genel olaraq bir də. Ya da məsələn, elə bir vəzifəviz ola bilər ki, düşüncəviz ola bilər ki, məncə bu vəzifəyə xanımlar daha çox yaraşır, ya da kişilər daha çox yaraşır. Varmı elə bir vəzifə ağlınızda? Mən polis xanımları bəyənirəm, mən düşünürəm çox. Azərbaycanda çox az polis qadın görürəm, arada Tarqovda görürəm. Çox az da, amma həqiqətən çox yaraşır, mən bəyənirəm. Xaricdə də bəyənirəm, Bakıda da bəyənirəm. Amma bilmirəm, Azərbaycan xanımları mı istəmir bu mövqedə işləmək, yoxsa həqiqətənmi hər il xanımlar üçün ayrılan yer azdır. Amma həqiqətən, məsələn, bunun çox olmasını istəyirəm. Ola bilərmi ki, Murad, ailədə böyüdülmə tərzi icazə vermir xanımların polis işləməsinə? Yox, dəfəsi yox. Yox, əminəm ki, çox ailə əksinə sevinir. Elvin, sən nə düşünürsən bu haqda? Səncə... Tamamdır. Murad dedi ki, mən dedim ki, Murad, ola bilərmi ki, polisdə xanımın az olma səbəbi ailədə böyüdülmə şəraitindən asılıdır. Çünki bilirsən ki, ailədə sərt atalar olur və bəzi şeylərə qadağa qoyur. Bunu deyir ki, mən düşünürəm ki, bu belə deyil. Sən nə düşünürsən bu haqda? Onu qoymadı qolasın, mən soğuk tutdu. Yəni, dadmaq üçün çox səbirsizlənirəm. Çox kremirəm, bunun üçün tutmayacaq. İşimə qarışma da, xahiş edirəm. Artıq işimə qarışma, sən öz yola bax. Biraz istəyəcək. Bəlkə gələcəkdə bir videomuzu ayrı-ayrı eləyək, rəqabət içində olasınız. Olar. Maraqlı olar məncə. Zaten, mənim zaten mənə ehtiyacım yoxdur. Murad, nə deyirsən bu fikirlə bağlı? Az qoyur, dedim, az qoyur, rahat. Neyinə deyil, mən buradan görmürəm. Görmək istəmirsə, eləyəm bulanır. Sərf edirəm, çox bir şey eləmişəm, amma kremi çox eləmişəm. Bir də kremi yeməyəcək. Krem çoxdur da istəyən çox. Yox, şərt deyil. Ziyana getməyəcək, nara sanırım. Kimin ziyanı? Məqsəd bu deyil. Neynəsən? Ziyana getməyəcək, neynəsən böyle kremi? Dondurma lazım. Evdən deyəcəm, o ayrı məsələdir. O evdə də bilincikdir orta evdəkilərə. Yox, evdə deyəcəm. Niyə papa mama baxsında da adı? Başım bura. Papa mamaya mağazadan alaram mən. İşte əsl övlad nümunəsi. Və hazırlanır son toxunuşlar. Çox dadlı olmasa, inan Allah. Səbirsizlənirəm baxmaq üçün dadına. Yox, öncə çox dadlıdır. Öz hazırladığın şeyə çox pis deyirsən. Dadlı ola. Aha, hal-hazırda Murad son toxunuşları eləyir. Qəmri çıxardığında bu düşəcək. Birinci onu soyucu saxlayıb sonra. Uşaqlar, birinci tortumuz artıq hazırdır demək olar, soyucudan gətiririk. Nailə düşdüm. Nailə buradan salamlar. Aşmaz bir Ay aman, çox dadlı görsəni. Möhtəşəm. Buradan qəşəng görsənir əziz izləyicilərimiz. Görək dadı necə olur.
Kremi çox olur biraz sanki. Krem çox deyil, krem suludur. Geçəm. Necədir? Yaxşıdır, kremi özünü tutmalıdır. Xəmir çox dadlıdır. Çox dadlıdır. Xəmirin şəkəri, Kivi də qəşəng. yəni özünü tutması falan. Xəmir deyəndə krep möhtəşəm olur. Krep. Krem də biraz özünü tutsa möhtəşəm. Əllərinizə sağlıq. Əllərinizə sağlıq deyirik. Gerçekten rabitələ quraqdığınız bu. Uşaq çox qəşəng, tövsiyə edirəm bişirəsiniz evdə. Dolgu var da benim dolgu. Uşaqlar takip atın. Follow edin. Abunə olun. Abunə olun. 3 dənə şey deyin, şey deyin. Bu bizim neçənci videomuz? Bu bizim 3-cü videomuz. İnşallah da gələcək. Ümid edirik biz sizə pozitiv enerji ötürürük. Yəni mən normalda bu tip videoları yemək yeyəndə baxıram. Siz də yemək yeyəndə siz izləyə bilərsiniz. 30 dəqiqəniz boşa getməz, peşman olmarsınız. Nəsə öyrənərsiniz bizdən ən azından. Nəsə itirmərsiniz. Nəsə itirmərsiniz. Bitirsiniz də. Bitirsiniz də bırakın getsin. Xoş gələn tapar. Kişiyiz. Neyse bugünlük bu qədər Elvin. Özünüzə yaxşı baxın. Sağ olun. Sağ olun. Gecəmiz gündüzdə. Hələlik. Hələlik. Hələlik.